Vaqif müəllim, bu universitetdə kafedranın daxilində dekorativ tətbiqi sənət ixtisası yaratmaq fikri hardan qaynaqlandı? Deməli, keçən tədris ilində mən universitetin rəhbərliyi Yaqub müəllimə müraciət elədim ki, burada dizayn kafedrasının nəzdində dekorativ tətbiqi sənət ixtisasını açaq. Yaqub müəllim bunu müsbət qarşıladı. Tam dəstək oldu və biz üçün otaq ayırdı. Otaqları təmir elətdirdi və mənə müraciət elədi ki, sən ixtisaslı müəllimi hardan tapıb gətirəsən. Mən də Rəssam Akademiyasının müəllimi Minəxan müəllimə müraciət elədim. O da həvəslə mənə sözümə elə bir şərik oldu. Gəldi bu ixtisasın burada açılmasına, yaranmasına, inkişaf elətdirilməsinə kömək oldu. Məqsəd nə idi? Biz bu xalçaçılıq sənətinin, dekorativ tətbiqi sənəti olan keramika sənətini, şüşə sənətini, metal sənətini gənclərimizə unutturmayaq. Minə xanım, biz çəkilişdən əvvəl tələbələrdən əl işlərinizi gördük. Buradakı emalatxanadakı əşyalar sizin şəxsi əşyalarınız, onlar haqqında məlumatlandıq. Necə oldu ki, bu emalatxananı yaratmaq fikri sizdə formalaşdı? Yəni əslində mən Azərbaycan Rəssamlar Akademiyasının dosentiyəm. Vaqif müəllimim sağ olsun Mühəndislik Universitetinin kafedra müdürü məndə burada xalça ixtisası açıldığına görə dəvət elədi və mən də sevə-sevə bunu qəbul elədim. Çünki əslində məndən qat-qat savadlı müəllimlər var, məndən qat-qat mütəxəssislər var. Sadəcə olaraq mənə belə bir məsuliyyət verildiyinə görə əlbəttə ki, universitetin rəhbərliyinə böyük minnətdarlığımı bildirirəm. Bu həm qədim, həm də zəngin bir sənətdir. Kimyəvi boyalarla təbii boyalar arasında xalçanın toxunması prosesində nə kimi fərqləri var? Əslində mən sizə bir şey vurğulamaq istəyərdim ki, həyatda gördüyümüz hər bir şeydə, tək xalçada deyil, ünsiyyətdə də, insanlarda da, təbiətdə də hər şeyin canlısı daha gözəldir. Hər şeyin təbiisi daha gözəldir. Çünki nələrsə Allah tərəfindən yaradılıbsa, onlara daha çox üstünlük verilir və onlar daha qalıcıdır. Sadəcə olaraq insanlar tərəfindən yaradılan hər bir şey adı üstündə süni boyaq olduğuna görə onların nə davamlılığı var, nə onların tarixi var, nə onların gələcək nəsilə yadigar qalmaqları var. Qədim xalçaların təmizlənməsi prosesi hansı xüsusi qaydalarla aparılır və buna münasibətiniz necədir? Əslində onları çox böyük, necə deyərlər, qayğı ilə, böyük məhəbbətlə biz qorumalıyıq. Keçmişdə Azərbaycan xalçalarında gözəl bir qorunma xüsusiyyətləri var idi. Qar yağanda xalçaları qarın üstünə atırdılar, onun üzərini qarla yuyurdular, çay suları ilə yuyurdular və təbii üsullarla yuyurdular. Ona görə də xalçalar daha davamlı, daha uzun ömürlü olurdu. Minə xanım, bir xalçanın qədim və orijinal olduğunu saxtalarından necə fərqləndirə bilərik? Əslində onu hissiyatlı insanların araşdırıb və onu daha dəqiq bilməkləri çox asan bir şeydir. Çünki Azərbaycan xalçasında Azərbaycan xanımının əllərinin istisi var. Balalarına layla oxuya-oxuya xalçalara ilmə vurublar. Yəni Azərbaycan xanımları canını qoyur ki, xalçaların toxunuşunda. Orada ailənin istisi var. Onu saxtadan çox asanlıqla seçmək olar. Çünki həmin o xalçalar divardan asılanda oradan elə bir gözəl enerji gəlir ki, çünki xanımlar onu toxuyanda evladları üçün toxuyurdular, gəlin köçən qızları üçün toxuyurdular. Hələ xalçanın ən qədimi gözəlliyi mənim aləmdə odur ki, görün, sənətlər arasında ən seçilən xalça sənətidir ki, dünyaya gələndə onun üzərində gəzirik, oynayırıq, naxışlarına bir-bir baxırıq, dünyaya köçəndə xalçaya bükülüb gedirik. Sizdən xahiş etsəm, az da olsa mənə bu xalça toxunma prosesini öyrədə bilərsinizmi? Əlbəttə ki. Minə xanım, xalça toxunuş prosesi hardan başlayır və bizə lazım olan alətlər barəsində bizə zəhmət olmasa məlumat verərsiniz? Əslində Azərbaycan xalçasının toxunuşu çox mərhələlidir. Bizim sadəcə olaraq gözlə gördüyümüz yalnız və yalnız Azərbaycan xalça dəzgahının arxasında xanımların oturub xalça toxuma prosesidir. Lakin onun arxasında çox böyük əziyyət dayanır və həmin o əziyyət əslində ilk olaraq qoyunun qırxımından başlayır. Ondan sonra yunun daranması prosesidir. Bunun adı nədir? Bu yun darağı adlanır. Yun darağı. Fikir verirsiniz, bunun yun olmayan bir alət və birini boşunu göstərim sizə. Çünki orada həmin prosesi göstərəcək. Adi, sadə bir quruluşda yun darağıdır. Yəni burada iti
millər var ki, həmin o millərdən yunlar didilməlidir ki, onun üzərində olan bütün İpək formalar zirzibillərdən təmizlənsin. Bəli, məsələn, qoyunlar adi, yəni qoyunları gətirəndə sürü ilə orada pıtraqlar var, yerdə otururlar, ot otlayırlar, bütün o yunun üzərində belə bir yəni lazımsız toxuma prosesinə mane olan xırda-xırda hissəciklər olur. Və onları təmizləmək üçün yun darağından istifadə olunur. Ən gözəl bir söz də var, Azərbaycan terminologiyasında, xalça terminologiyasında əlçim, yəni əl içi, əlimizin içi qədər yun götürmək. Yəni buna görə də bax, bir əl içi qədər bir əlçim yun. Biz həmin bu yunu götürürük, kiçik bir hissəsini, keçirdirik yun darağına. Yəni bu qədim alətlər çox qədim olduğuna görə fikir verirsiniz ki, çətinliklə girir. Sadəcə olaraq tam istifadə olunmur, yalnız prosesə görə göstərilir. Belə yunlar başlayır daranmağa və dartılmağa. Dartıldıqca, bəli, didilir, tamamilə, yəni bir əl içi qədər fikir verin, bir əl içi qədər götürdü, dartıldı. Və dartılandan sonra yenidən o yunlar keçirilir həmin bu dişlərin içərisinə. Dişlərdən keçiriləndən sonra onun üzərində fikir verirsiniz, nə qədər yun təmizlənir. Bu prosesdə əməli başlı yun zirzibillərdən təmizlənir. Və ikinci bir proses başlayır. Həmin o proses həm cəhrə ilə, həm də ən qədim alət olan iy və tahalaqla. İy və tahalaq? Bəli. Çünki bu hissə tahalaq adlanır, yumru bu dairəvi hissə tahalaq adlanır və bu hissə iy adlanır. Əslində həmin bu iy, yəni bu dəzgah çox qədimdir, burada yoxdur. O biri dəzgahlarda da o iydən istifadə olunur. Və digər ayaqüstü olan cəhrələr də var. Həmin o cəhrələrdə yun sapa çevrilir. Bunun sapa çevrilmə prosesini mən sizə göstərim. Ümumilikdə çox sadə quruluşda bir alətdir. Alətin bu hissəsində kiçik bir yumru hissə var. Deməli, biz götürüb yunu qoyuruq. Yunu qoyandan sonra artıq bu hissə hazırlanıb. Barmağımıza dolanıb bu kiçik yumru hissə bizə kömək eləyir ipin dayanmağına. Belə baxırsan, sadə bir formalı quruluşdur. Sadəcə olaraq onu da dərindən düşünüblər ki, o sapın orada ilişməyinə kömək eləyir. Ondan sonra əlimizlə yavaş-yavaş yunları hazırlayırıq və belə burma prosesi ilə burduqca bizə lazım olduğu, bəli, yundan sap düzəlir. Xalçanı toxuma prosesində ilk olaraq bıçağı götürürük əlimizə, ondan sonra sapı, istənilən çeşniyə uyğun sapı götürürük. Ondan sonra öndə olan birinci ilməni götürürük, əriş adlanır bu. Götürəndən sonra çeviririk və onun özünün arxasında olan tayı var. Onu götürüb çevirəndən sonra qarmaq yaranır və aşağı salıb bıçaq vasitəsilə onu kəsirik. İkisini də salın aşağı zəhmət olmasa. İndi ilməni kəsin. Nəhayət. Səfər oldu deyəsən. Bəli, bu dəfə oldu. Bir neçə cəhddən sonra. Axır ki, dostlar. Əslində nəhayət xalçanın toxunması üçün ilk və əvvəl çeşni hazırlanır və buradakı çeşində olan hər bir ilmə bayaqların vurduğun ilmə ilə eynilik təşkil edir. Məsələn, burada əgər yaşıl rəng görürüksə, həmin o ilməni də eyni sayla həmin yerdən vurmalıyıq. Ona görə də, yəni hansı rəng hara gəldiyinin ardıcıllığı üçün çeşni əlbəttə ki, ilk növbədə hazırlanır. Və çin qutarandan sonra arxaclanır. Göy arxac və arxacla arxaclanır xalça. Ondan sonra döyülür həvə və kirgit vasitəsilə. Sonra da qayçı aləti ilə kəsilir və bununla da xovlu xalça yaranır. Dostlar, hər bir toxunan xalça ilk olaraq layihədən başlayır. İndi isə Mina xanımın birinci kurs tələbələri ilə xalça layihələri dərsində iştirak edirik. Mən də özümü sınayıram. Görüm, bacarıram yoxsa yox.